Axşamınız xeyir olsun, hər vaxtınız xeyir olsun. Nəsə son vaxtlar biraz görüşlərimiz gec-gec olur, amma hesab elədim ki, bəzi məsələlərə münasibət bildirmək lazımdır, vacibdir. Ona görə də ümumiyyətcə mən son vaxtlar hesab eləmirəm, hər gün efirə çıxıb o mənasız xora qoşulmağın və ölkədə belə çevrəmizdə ciddi məsələlər yaşanır. Çox ciddi məsələlər yaşanır. Biz də üzr istəyirəm ifadəyə görə, adda var, bir ifadə var, deyir, pişik quyruğunla oynayan kimi. Bu elə mənasız məsələlər gündəmə gəlir ki, adam mat qalır ki, ilahi, bunlar Marsda yaşayırlar, göydə yaşayırlar, yerdə yaşayırlar, bunlar nə yiyirlər, nə içirlər. Yəni bu boyda çalxalanan dünyanın içində bu qədər rahat, bu qədər arxain, bəzən də belə, nə bilim, ağıl almaz addımlar kim tərəfindən düşünülür. Bu ölkəni niyə bu vəziyyətə salırlar? Bu millətin gələcəyi, taleyi niyə heç kimi düşündürmür? O baxımdan hesab elədim ki, bəzi şeyləri deyim, qoy. Yəni, bax, belə vəziyyət belədir ki, bizdə, baxın, son vaxtlar gəlin oradan başlayaq. Bu media orqanlarında bir medal dadı gedir, havası uçurlar. Nə bilim, indi haqqı olanda, olmayanda, mən heç kimi qınamıram, amma bu medal özlüyündə nə etiv edir, nə deyir bunun üzərində belə müzakirələr, qırğın, dava, biri deyir o filan kəs haqqı eləmirdi, biri deyir filan kəs niyə almadı. Əslində baş verən nədir? Əvvəllər indi belə ölkənin biraz belə təzə yaxşı puldan var idi, pul paylayırdılar, ev paylayırdılar jurnalistlərə. Bunlar da o biz nətərdir? O dadın gene də ifadə çoxut olacaq, amma indi problem deyil o. Dadın Pavlovun bu fistur məsələsi var. Bunlar gəliblər, axı nə salmalıdırlar. Bu qədər filan. İndi daha yoxdur. İndi tərəqqi medalları paylanıb, qutarıb, nə bilim, daha adam qalmayıb ondan sonra, nə bilim, əməkdar jurnalistlər da indi neyniyə ya, bula bir 150-150'lik bir medal paylayaq. Bu medal da nədir? Yəni bunun üzərindən bu qədər bir-birini təbrik eləyən, qucaqlaşan, küsən, onu inciyən, özünə. Mən bu ümumiyyətcə jurnalistlərlə bu cür davranışın başından əleyhinə oldum. İndi mənim tamaşaçılarım, əslində əvvəl oxucularım bunu bilirlər. Baxın, hələ ilk dəfə, başlanğıçda birinci dəfə ki media pul paylandı, birinci dəfə. Və o fond yaratmışlar o vaxtı, adını da qoymuşlar. Adını qoymuşlar Kütləvi İnformasiya Vasitələri Dəstək Fondu. Mən o zaman yazı yazdım o vaxtı, manşetdən verdim ki, adamlar da girməyin, havaya girməyin, bu dəstək fondudur, bu əslində medianın dəfn fondudur. Və gətirdilər, elə biabırçılar çıxdı ki, o fondun prezidenti də tutuldu, bilmirəm neçə il, 9 il nə qədər iş aldı, həbsxanadadır. Və bax, o sonra başladılar pul verməkdən sonra ev paylamağa, filan eləməyə. Yaxşı, jurnalistlərə niyə ev verilməlidir məsələm üçün? Bax, sual. Mən başından bunun əleyhinə oldum. Mən heç vaxtda iddiada olmadım ki, bir ev də mavi verin indi. Mənim də nə bilim belə, mən də nə bilim. Çünki bu qəbul olunacaq məsələ deyil. Aha, jurnalistlərə necə ev vermək olardı məsələm üçün, doğru olardı da, bu humanistik kimi. İndi taleyi belə gətirmiş, jurnalistikamızda tənha qadınlar var. İndi həm də yaşları keçib, biraz yaşlanıblar. Ondan sonra nə bilim, gerçəkdən də illərlə mətbuatda bilirlər ki, əziyyət çəkmiş, indi illərini vermiş adamlar var ki, onlara sırf humanizm baxımından 5 nəfərə, 10 nəfərə bu evlər verilə bilərdi, ona da heç kimi etiraz eləməyəcəkdi. Amma vəzdən o baş verdi, bütün ölkədə olan az-çox, belə deyək ki, jurnalistika adına fəaliyyət göstərən az-çox, hətta o vaxtı Azadlıq qəzeti, Müsabat qəzeti, bunlar əslində güya vaxtı müxalifət idilər. Bunlar hər zaman oradan pay alırlar. Oradan indi hərə yaxasını bir qırağa çəkməklə döyülür. Bunun tarixi var. İndi bu medal məsələsi, nədir bu medal? Kimi lazım bu medal? Ya o özündə nəyə ehtiv edir? Yaxşı, aldın o medalı, attın oraya da, düzdür.
E, Bakı bu jurnalistika dediğin şey elə belə hatta öyle mən falan yerde falan gazete işləyirəm falan redaktör mənim adımda yazdı. Elə də sevinirlər. Kardeş indi deyir diye evvel hiç olmasa pullar verirdiler. İndi ona sevmeye de değerdi belki. İndi, ne bileyim ona göre ben ne bu sevilenleri başa düşmürəm. Nəyin sevincidir bu? Hamı özü bilmirmi ki jurnalistikada bunların payı nədir, günü nədir, dirliyi nədir? Ümumiyyətcə Azərbaycanda jurnalistika adına iddia eləyəcək nəsə varmı? Keçək jurnalistikadan danışıram amma mən dəfələrlə demişəm, jurnalist sözünün hərfi mənası var. Hərfi mənası. Yəni tərcüməsi var. Jurnalist sözünün mənası haqqın yanında duran deməkdir. Bax bu qədər medal almış, ev almış, nə bilim əməkdar adı almış, tərəqqi orden almış. Bu qədər jurnalistlər var. Bir adam eləcə efirdən zaten lazım deyil. Evdə güzgün qabağında əlini ürəyin üstə qoysun desin ki, bax mən bütün bu yaradıcı fəaliyyətim haqqın yanında oldum. Heç vaxtı haqsızlığa boyun əymədim elə. Ondan sonra zülmə qarşı gəldim hər yerdə. Haqqı pozulanların haqqına sahibləndim. Varsa belə biri o medal alanlar deyirəm. Bax büyük medal alanlar, ev alanlar, nə bilim ad alanlar filan. Ona görə bu o kadar mənasızlaşdırdılar ki bu şeyləri, adiləşdirdilər əslində. Ona görə o belə qavqaları qanamıram. Adamlar az qala küsənə bax, ondan sonra bir-birinə nə bilim həsəd aparana bax, qucaqlaşıb bir-birini təbrik edir. Heç mənasız bir şey. Ona görə bu, mənə də dedilər, bu medal, dedim valla bu medal, Azərbaycanda jurnalistika yoxdur axı, media yoxdur axı. Bir də bir şey var da, indi medianın adı görünür, prezidentə fərman yazdırırlar. O daha da nədir o kitapçanı da onu təsdiq edən o vəsiqəni imzalayan da Əhməd İsmailov. Əhməd İsmailovun Azərbaycan jurnalistikasına nə dəxli var? Nə dəxli var? Emin Əmirullayevin təhsilə nə qədər dəxli varsa, tutaq ki o Neftçalıya ad göndərdilər, icra başçısı. O bilmem neçə minlik plaş dedilər, sonra dedilər plaş elə döyülmüş nəsə. Bax o uşağın Neftçalıya nə dəxli varsa, tutaq kənd təsərrüfat naziri olan adam bugün kənd təsərrüfatına nə dəxli varsa, tutaq ki Azərbaycanda nə bilim indi Akstafada, tutaq ki Qazaxda icra başçı olan adamların bu rayonlara nə qədər dəxli varsa, harada seçdim mən, harada deyirdilər, kənd təsərrüfatı nazirliyində çalışan tək bir adam yoxdur ki, nazirliyin özündə. Bunun kəndlə əlaqəsi olsun. Yəni İman Kərimov getdi kənd təsərrüfat naziri oldu. Sonra gəldi. Ömrü boyu kompüterdən başqa işini görməmiş adam getdi birdən kənd təsərrüfat naziri oldu filan filan. Deyəsən əvəz danışırdı adam. Yəni ona görə biraz bir şeylər sən o qədər primitiv görsənir ki, dediyim kimi da o Əhməd İsmailovun Azərbaycan mediasına heç bir dəxli yoxdur. Azərbaycan mediasının başında bir gün gətirilən güya dövlətin adına bu təmsil edən təmsilçiliyi təslim olunan adamın Azərbaycan mediasında bir gün demirəm, bir ay demirəm, 10 gün demirəm, bircə saat, 10 saniyə belə bir müzakirə olunan bir məqalə yazmayıb adam ömrü boyu. Bunu anlar medyadan, kol çək medalları kimə gəldi, kim dostuna, kim tanışına, kim sevgilisine, kim sürücüsüne, kim nə bilim arvadına, qızına, ya şap yazıb veriblər. Mən demirəm, orada indi bütün hallarda Azərbaycan şərtlərində bunu haqq eləyən adamlar da var. Doğrudan mı var? Ama o qədər bunu şişirdiblər ki, o haqq eləyənlərin özləri də bunlar üçün də haqsız duruma düşürlər. Ona görə şeyləri belə ucuzlaşdırmaq, nə bilim, doğru deyil. İndi söhbətin birini qoyubusuna gedəcəm. Baxın, mən əvvəllər də deyirdim, çox deyirdim ki, bu İstiqlal ordenidir, bu Heydər Əliyev ordenidir, bu sağa sola belə səpələnməyin də, bu bir dövlətin atributudur, bir dövlətin, yəni İstiqlal ordeni əvvəl bir nömrəydi, sonra Heydər Əliyev ordeni çıxdı, oldu bir nömrə, bu 2 nömrə. İndi məsələn, baxın, Ramiz Mehdiyevin Azərbaycan istiqlalına nə əlaqəsi var ki? Nə əlaqəsi var? Adam İstiqlal ordeninin böyüyündə laureatıdır. Və indi bəlli olur ki, özləri deyirlər ki, bütün dadda bu Heydər Əliyevin və İlham Əliyevin siyasətinə bunlara xəyanət edib.
Bu adam indi Heydər Əliyev orderini daşıyıcısı da bunu necə və bu çelişkini, bu kontrastı necə izah eləmək olar? Kimə izah edə bilərsiniz? Və o Ramiz Mehdiyev məsələsi də getdikcə biraz fərqli şeylər baş verir. Baxın, hələ də nə bilim o məlum TV-lər filan hələ də deyirlər ki, yaxın günlərdə böyük həbslər gözlənilir filan, amma tamam ayrı şeylər baş verir. Məsəl üçün Bəylər Əyibovla bağlı, Bəylər Əyibovun qohumlarından, hətta bir gün hardasa oxudum, gözümə dəydi ki, yazıblar ki, hətta Bəylər Əyibov qaçıb gedib İrandadır. Belə bir şeylər var, düzdür. Və bu indi bunu necə təqdim edirlər? Yine də həmin TV-lərdir danışan. Dövlət adına heç nə yoxdur. İndi nə oldu, nə baş verdi. Bunlar yenə TV-lər nə deyir? Deyir ki, bu kimliyindən asır olmayaraq, hətta Bəylər Əyibovda belə olmazdı. Heç kim cəzadan kənar qalmayacaq. Yəni 17 hektar, nə bilim 15 hektar bağdan danışırlar, evdən danışırlar. İnqilab sarayı, İmadəddin sarayı, nə bilim nə sarayı. Nə bilim bax belə ağıl almaz dediyim kimi insanın şunu başına aparacaq miqyasda proseslərdən danışırlar. Yaşı bunu dünəndən bugünə mi bildilər ki, 3 gündür proses gedir də, düzdür. Sardan bildilər, bu qədər şey çıxdı ortaya filan. Demək, əvvəldən bilirdilər. Nə çıxır ortaya? Adamlara deyiblər ki, gedin bu ölkəni talayın, dağıdın, nə bilim, nə arayın. Təbii gətirin bizim payımızda verin, düzdür. İndi də həmin o Bespredən səviyyəsində ölkəni talatdırılı adamlar bir çarmığa çəkirlər. Çarmığa çəkmək nədir? Baxın, indi hamısı deyir, belə bu qədər. Bu indiyə qədər görün nə qədər icra başçıları tutulub, ondan sonra nazirlər tutulub, generallar tutulub. Bunların güya indi mülkləri müsadir olunub, filan olunub. Yüzlərlə, minlərlə zərər çəkmişlər olduğunu deyiblər, həbsxanaya tutturulanlar, ondan sonra malı mülkü talananlar, evləri dağılanlar, nə bilim, obyektləri əlindən alınanlar, düzdür. Gəncə kimi harada gördünüz ki, ya bir qanunsuz həbs olunan, həbsdən azad olunsun, ya bir malı mülkü talanan, əlindən alınan malı mülkü qaytarılsın, ya bir nə qədər adamlar Hacı Məmmədov o qədər adamları öldürdü, o adamların Hacı Məmmədovun öldürdüyü adamlara, Hacı Məmmədov rəsmən dövləti təmsil edən adam idi. Dövlətin önəmli struktur düzdür. Buna görə o öldürülən adamlara kim gördü ki, ailələrinə normal kompensasiya verilsin. Dövlətin missiyasından biri də dövləti qorumaq daxı, xalqı qorumaq daxı, asayişi qorumaqdır. Məsəl üçün, xalqın təhlükəsizliyi qorumaqdır. Buna məsul olan adamlar, vagonlar çiynində adamlar öldürürlər. Əvəzində dövlət heç məsuliyyət daşımır. Yəni ona görə bu şeylərə biraz, nə bilim, mən bir baxıram, bir daha deyirəm, tamam, bu Bəylər Əyibovun qardaşı oğluna bu qədər qatlar yazır. Bu da generalı görübsünüz da belə, elə bil ki, İsa Yeyib, Musa Təpivi, o aşağı ələslərdən bir adı var idi. O da dəlalı ilə bağlı yazırdı ki, süzəni götürüb minəndə ata, Fələh Əhsən deyir boya pusata. İndi bunun boyuna pusatına, buxuruna baxan adam, o general, nə ağılla bunu general eləyiblər? General rütbəsini Bəylər Əyibov vermir axı. Amma Bəylər Əyibovla daha maraqlı şey var burada. Mən deyim də indi onu. Baxın, bu Bəylər Əyibovun əvvəllər də bunun qardaşı olanları, onun özü ölkənin hər yerində Gəncə zonası xanlar, Göygöl tərəflər. Bu Bəylər Əyibovun sərəncamında olub, bunu hamı bilir. Heç kim də bunlara göz üstə qaşını daya bilmir. İndi nə çıxır ortaya? Ortaya çıxır ki, Azərbaycanın adında Wikipediyasında Laçın Kürt Respublikası var. Elə ensiklopediyada, bunu ensiklopediya deyirəm, Wikipediya elə belə kimin ağlına gələn yazan yer deyil. Bu Wikipediyanın o nəzarətçi qurumlar var, falan var. Və rəsmən bugün də orada durur, Laçın Kürt Respublikası. Kim yaradıb bunu? Və bu günlərdə Bəylər Əyibovun bu prezident seçkiləri dönəmində bir maraqlı çıxışını verdilər. Mən o vaxt danışmışdım. Ona deyildi orada. Bir gündür, 2 gündür fırladırlar efirlərdə. Baxın, nə deyir ki, demir, prezident siyasətçi demir, deyir, biz
nihayetinde değil, möcüze baş verdi. Biz bütün torpaqlarımızı azad elədik. Ben o zaman demiştim, bizim torpaqlar dendi, ne değil bu? Biz dendi, kim nəzərdə tutur? Şimdi bakın, adı o? Netanyahu'nun oğlunun bir paylaştığı harita var. Orada bir Kürdistan, Naxçıvanın bir hissəsi, ondan sonra bizim bu Güney Azərbaycanın böyük bir bölümü, böyük bir hissəsi, ondan sonra ve orada da mütləq ayrıca Laçın Kürt Respublikası düzdür. İndi bu meseleleri kim eləyib məsələn üçün? Bəylər Əyyubov o zaman deyəndə ki, biz nihayet torpaqlarımızı tam şekilde azad elədik. O ne demək istəyirdi? O Azərbaycan demədi, Azərbaycan adında çəkmədi. Biz deyəndə o nəyi nəzərdə tutur məsələn. Bunlar indi hamı danışır. O zaman niye heç kim demədi onu? Mən dedim. Bak o vaxtları bir şey de diyeceğim size. O İmadəddin Sarayı, Nizami Sarayı, Xəmsə Sarayı da o siz niye elədi? Bunlar onların hamısı Kürt sayılır. Hesab edirlər. Mən o vaxtı o Həzər dad var idi. Şahlar Əsgərovun oğlu Həzər Əsgərov Moskvada bir kitap bırakmıştı. Sovet Kürtlərin ensiklopediyası. Sovet Kürtlərinin de onun dəxli yox idi. Ancaq Azərbaycanda yaşayan, Azərbaycan tarixində kim var? Nəsimi, Füzuli, Həsənoğlu'dan üzü bəri. Həsənoğlu, Nəsimi, Füzuli, Nizami, Şah İsmail, ne bileyim, bu Nadir Şah, Afşar, ondan sonra tarixdə kim qalıb da bu milletin tarixində? Ta bugünkülərdən kimi hamısına Kürt yazmışdı bu. Ki bu Kürtdür. O zaman bir yerde bir balaca Zəlimxan Yaqubun bir balaca çıxışı olmuşdu, qəzetdə bir münasibət bildirmişdi. Bir də mən o vaxt yazdım, tək kişilər başa düşün, bu ensiklopediya elə belə bırakılmayıb. Elə belə bu ensiklopediya ortalığa çıxmayıb. Bu ensiklopediya buna etiraz olunmasa, dövlət səviyyəsində bu dadlara münasibət bildirilməsə, bir müddətdən 10 ildən 15 ildən sonra bu ensiklopediya rəsmi istinad mənbəyi olacaq. Bunlar ona göre tariximizdə qalan Natəvan, ondan sonra Məsəti Gəncəvi, nə bilmə, qadın kişi nə var, hamısı Tomris, hamısına bunlar fət deyirlər. Hamısına bunlar Kürt dedilər. Mən də dedim, bunlar bunu ona görə eləyirlər ki, Azərbaycan qədim bir Kürt məmləkətidir, anlayışınla eləyirlər bunu. Heç kim demədi. İndi ortaya böyle şeyler çıxır. Bugün hamı Bəylər Əyyubovun çıxışına trend eləyiblər, hamı ondan danışır. Mesela danışanda siz düşünmədiniz ki, bu nə deyil. İndi gəlib şeyler, bari şey var. Bu ülkenin hüquq mühafizə sistemi var, filan var. Bu kadar Bəylər Əyyubovun o vaxtı yadınızda olacaq mən. Bir Ramil Üsubovun kürəkəninlə bağlı bir məsələ çıxmışdı. Bəylər Əyyubovun qardaşı oğlu. Ben o zaman da bir yazılar birinde yazmışım ki İlham Əliyev, yaxşı da bir yerden sənin də əmin oğlu, qardaşın oğlu falan, nə bilim indi dayın oğlu, nə kimsə çıxsın da, niye hər yerdən Bəylər Əyyubovun qardaş uşaqları çıxır? O Robik o vaxtı küçədə polislər nətər təpinatda salıb döymüşdü. O bugün də hardasa YouTube'da var, axtarsanız görəcəksiniz. Bir adam bunlara qarşı üstü qara demirdi. İndi birdən-birə nə baş verdi, nə oldu? Yani bu şeyler hem de ne vakit baş verir bu şeyler? Bu şeyler o zaman baş verir ki millet. Bakın dünen sırağa gün Türkiye'de bir tayyara düştü. Libya'nın baş karar dairesine aparan tayyara düştü. Ondan qabaq bizden giden tayyara düştü. Adı harbi tayyara. Ondan qabaq ne olub? Bu təkcə son 10 gündə Türkiye'nin Karadeniz'de 3 gemisi vurulub. Hatta Rusya'dan atılan dronlar Ankara'ya kadar gelip Ankara'ya düşüb. Bu yadınıza düşürmü vaxtı nədir, Sovetin son vaxtlarıydı, Yazovun vaxtında bir da təyyarə nədir, idman təyyarəsi uçub gəlib düz Kremlin qabağına düşmüşdü. 10 günlə düşüb, bu Türkiye'nin korunma var mı falan. Ve bu şeyler ele böyle değil. Ondan biraz da ileri gidin. Bizim təyyarəmiz vuruldu. Ondan biraz da ileri gidin. Üstünü kapattılar. Hiç elə bir heç nə baş verməyib. 14 ya 16 nəfər bizim as pilotlarımız
vertolyotda vuruldu. İndi hamı Rusiyanın əleyhinə danışır. O zaman elə danışır, heç olmaz. Ümumiyyətcə vurulmayıb, vurula bilməz. Ekspertlər tapdılar, hərbi ekspertlər, nə bilim, teknoloqlar tapdılar ki, külək olub, falan olub. Ya qardaşım, dört yanımızda hər gün addım üstümüzə gəlirlər və o Türkiyədə baş verənlər əslində Türkiyə ortadan çıxandan sonra Azərbaycanı hop eləyib udarlar. Bunu hər kəs bilsin ha. Yəni belə bir şərtlər, şəraitlər daxilində bu ölkədə nə baş verir? Medal davası, nə bilim, nə davası ondan sonra. Bu günləri hamı paylaşır, danışırlar. Prezidentin ad günündən bağlı, ad günü da deyil, prezident otel açmağa gedib oraya. Nə ad günüdür, başa düşmədim. Otel açıb orada gedib. Bu dünya dağılır, bunlar otel açırlar, heç. Orada da o bir aksaqqal çıxıb buna, qardaş, adam nə deyir? Bakın, hamı danışır, nə də o, aksaqqallar sövüb eləyirlər. Bu ölkə həmişə belə olub, o vaxtı Daşkəsənin yarısını sel aparmışdı, 80 yaşında bir kişi çıxartdılar. Dedi ki, Allah prezidentimiz canını sağ eləsin, şəhərin yarısını sel aparır. O eyni şeydir, fərqi, amma burada nə var? Adam nə danışır? Deyir ki, balaca Heydəri təyin eləyin, prezident olsun. Təyin elin deyil, məhz təyin eləyin. Necə ki, sizi atanız təyin elədi, siz onun vəsiyyətlərini çox üstün səviyyədə yerinə getirirsiniz. Prezident orada gülür, ona ləzzət eləyir. Və belə, arada da zarafata sallanan balaca Heydər yekəli, bir də bildik də yekəli. Prezident deməlidir ki, dayana kişi, sən başa düş, bu cəmaata yad eləməyin. Prezident bizdə təyin olunmur, prezident seçilir. Və bu mənim oğlum, bu Heydər Əliyev böyüyüb, ona layiq olacaqsa, bu millətin etimadını qazanıb seçilə biləcəksə, yol açıq olsun. Amma bizdə prezident seçilir axı. Bunu demir, bunlara ləzzət eləyir, canlarına sarı yağ kim gəlir. Yəni dolayısıyla həm o bir biabırçılığın içində həm də bir rəzalət yaşanır. Kimə lazımdır bu şeylər? Deyirəm, dört yanımız alışıb yanır. Sabah həmin o Türkiyənin gəmilərini vuran dronlar Xəzərdə bizim gəmiləri vursalar nə olacaq? Və elə oturub demək ki, nə bilim, o Seyid Cəddinə mutlu olan kimi, cənab prezident falan, böyle bizim güclü prezident, sen böyle sərkərdə falan de başa düşdük də, Erdoğan'a da bir şey demirlər mi ki? Yəni, hər gün, hər saat, günün hər saatında, gecə və günüz ətraf çevrədə gedən proseslərə diqqət eləmək, ondan ölkənin içində milləti təkcə bu da öyle, Ukrayna-Rusiya məsələsi də indi gah deyirlər sülh olur, gah müzakirə gedir. Heç nə dolan deyil. Avropa artıq, Avropada müharibə zəngləri çalınır, xəbəriniz olsun. Və o, dadın romanı vardı, dünya qopur. Dünya məhvərindən qopub çıxanda bu ölkədə nələr olacaq, bir düşünmək lazımdır. Bu qədər məsələlər qalıb qıraqda bunlar, ad günü keçirdirəm, mən bilim, gedib orada, nədir, medal paylayıram, nə bilim. Sən medyan var, medal paylayırsan. Bəylər Əybovun bu ölkənin yarısından çoxu ərazi etibarilə. Bəylər Əybovun özünün bu qohumların əlindədir. İndi ki, bunu bilmirdiniz. Və onun üçün deyirəm, o media var, o medal alanlar. Bunlar elə də fərəhlə danışırlar. Heç kim də demir, qardaş, hardan aldınız, bax, dünən sırağa gün bu hadisələr baş verib. Elə, hardan aldınız bu qədər məlumatı siz? Servis olundu demək. Bu servis eləyənlər, bu sənin işində öyle axı. Bu da özlərində elə aparırlar ki, bunlar böyük bir uğur qazanıblar jurnalistikada. Qardaşım, bu tüfeyli həyat, bu qədər, bax, belə bespri deyil, bu qədər, indi ayrı bir şey də var. Belə baxırsan, hər gün deyirlər ki, böyük həbslər, ciddi həbslər olacaq. Həbs eləməklə Stalin 27 il tuttu, kəsti, astı, sürgün elədi. Axırda nə ölkə düzəlmədi, nə də Stalin ömrü yetmədi. Qardaşım, asmaqla, kəsməklə, öldürməklə, bir daha deyirəm, baxın, bu ölkədə neçə ildir Ramiz Mehdiyev faktiki aktiv yoxdur da, düzdür. Ramiz Mehdiyevin zamanındakından indi yaxşı nə varsa deyin, mən əlimi qaldırım. Hər şey daha pisdir. Yəni bu, bir daha deyirəm, məsələ Ramiz Mehdiyevə bağlı məsələ deyil. Məsələ heç İlham Əliyevə də bağlı deyil. Bu Bəylər Əybov məsələsi deyil.
Bu ülkenin bütün alışı, verişi, gelişi, gedişi, dolanışı, her şeyi kenardan idare olunur. Ona göre bugündedir bu. Ülkenin idarəçiliyini ələ götürüb. Dəfələrlə demişəm, milli iradəni dövlətin gücünlə ortaklaşa bir araya gətirib, bu ülkenin sabahını necə xilas eləyəcək düşüncəsi qalıb bir qıraqda heç kimin vecinə deyil. Bu yandan Ramiz Mehdiyev çevriliş eləyib, xəyanət eləyib də danışırlar. Adam elə yapın üzvüdür. Arif Rəhimzadə deyir, məhkəmənin qərarını gözləyirik. Məhkəmənin qərarı adam o zaman buna niyə dövlət çevrilişi zorla ələ keçirmək deyirlər? Bunları kim eləyir, kim verir, bu məlumatları kimdir bunlara verən? Ramiz Mehdiyevin işinlə bağlı kim həbs olunub indəkim? Əli Kərimliyi həbs eləmək lazım idi, elə həbs eləyərdilər da. Ramiz Mehdiyevin nə əlaqəsi var idi ki? Bütün bu şeylərə mən biraz nə bilmək, özü fikirləşirəm, biz danışırıq burada. Bəzən düşünürəm, biz niyə danışırıq var? Danışdım, bax, mən deyirəm də, Bəylər Əyubov məsələsi nədir? Nədir bu məsələ? Bəylər Əyubov 15 hektar yeri, cəmaat evinin hasarın içində gecə ilə 2 daş üstündə sabah uçaskovu gəlir, dalınca icra gəlir, dalınca jek gəlir, dalınca polis gəlir, hamısı da gəlir pul alır. Biz o 15 hektar əraziyi, bunu bilmirdilər oradan. Və öyle 15 hektarlar nə qədərdir bilirsiniz mi? Və təkcə Bəylər Əyubovun və qohumlarını yox. Nə qədər adamların 15 hektarlarla yox, 100 hektarlarla torpaqları, əraziləri var. O zaman belə çıxır ki, onlarda nə baş verdiğini heç kim bilmir. Biz necə olur bu? Bütün bu məsələlərin arxasında mən bir dəfə demişdim. Mənə elə gəlir ki, Ramiz Mehdiyev məsələsi əslində həm dövlət üçün, həm də cəmiyyət üçün qurulmuş bir tələdir. Bunun arxasında nəsə belə, nə bilim, biraz görünür, çox da popüler olmayan, ama elan olunandan sonra da qarşısı alınmayacaq nəsə oyun gedir. Belə bir şey ola bilməz ki. Belə bir şey ola bilməz. Dövlət çevrilişi, yani zorla dövlət ələ keçirmə filan Ramiz Mehdiyev və hələ də hamı öz keyfindədir. Bana bir çevriliş nə deyirsiniz? Ramiz Mehdiyev bunların deməyinə inansaq, əslində hakimiyyətdə Ramiz Mehdiyev olur, İlham Əliyevdə olmuyor da. Ramiz Mehdiyev özünü devirmək istəyirdi. Onu demək istəyirsiniz. Ya ayıbdır yani. Ya bu kadar bu milletlə o xalqla, nə bilim, bu beynəlxalq ictimaiyyətlə, dünyanla belə rəzil durumda özünü göstərmək, təqdim eləmək ayıbdır. Bu millətə yazıq deyil mi? Bakın, dünənləri qabağıma çıxdı. Keçən il düz, bax, bugünkü gün danışdığım, keçən il yox, ha. Keçən ildə o paylaşılıb deməli. Düz 2021-ci ildə məktəblərlə bağlı danışdıqlarım var. Dün oturub baxmışam. Elə bil bir gün danışıbsan, ha, hər şey yerindədir. Yaxşı, 4 il qavuş istəyirəm də, biz burada nə danışırıq, danışdıq. Maxafik istəyirik, çax-çax baş ağrıdır sadəcə. Qatar öz hərəkətindədir, yolunda, dəyirman öz işindədir. Gene de məktəblərdə pul yığılır. Gene de məktəblərdə bayram adından, seyran adından, mel adından, tül adından, bilmirəm, nə adından, süpürgə adından. Bu valideynlər bu milletin artıq yoxdur. Yoxdur. Rayonlar boşalıb, rayonlarda adam yoxdur. Bu məktəblər də burada, mən keçən dəfə dedim, qardaş, bu məktəbləri artıq bu nada çevrilib, təhlükə, ciddi təhlükə mən beni çevrilib. Bağlayın bu məktəbləri. Vallahi bırakın, valideyn olsa da müəllimə pul verib uşağını oxutmur. Bırakın valideyn pul versin, kimin pulu var uşağını oxutmayan da indi oxutmasın da. Türkiye'de, o dünyanın oralarında o kadar bizim heç yersiz, sahipsiz minlərlə uşaqlar oralarda okuma yazma bilmirlər. 25-30 yaşında Azərbaycanlılar artıq 30 il Naxçıvandan gedib, Azərbaycan Bakıdan gedib. Gidin də danışın, Türkiye'de adamlar var. Okuma bilmir, yazma bilmir, heç nə bilmir adamlar yaşayırlar da, düzdür. Belə də kim pulla okudursa, valideyn öz uşağını pulla okudursa, məktəb kiminə nə lazım? Şöyle pulla ölsün, okusun da.
Sonra da indi Azərbaycanda bu ali məktəblər yeri gəlmişkən, baxın o günləri mən baxdım, təsadüfən qabağıma çıxmışdı. İndi bizdə bir Bünyamin Qəmbərli adlı bir siyasi xadim var, həm də bu hərəkatdan gəlmə adamdır. Yəni milli o düşərgə adamıdır, yəni bildinmi? İndi yəni bu elə belə də necə deyim, yalanla paranla iş olmaz bu adamın, bu kadar da olmaz. O günləri bizim o universitet var, nədir, turizm universiteti. Adam neler danışdı efirdə, neler. Ya kardeşim, bunun adi məktəbi də, iftihai məktəb də elədi, adi məktəb də elədi, ali məktəb də belədi. Bağlayın bunları. Uşaqlar burada oxusunlar, yaxşı, pis, doğru, yanlış, indi müəllim tuturlar da, müəllim. Sonra da geçsin, kafasını koysun orada, nədir, Avropada, Amerikada, Rusiyada, harada kim imkanı var geçsin, oxusun. Baxın, bu məktəblər nə vətəndaşı yetişdir, məktəbin işi ilk növbədə təhsilli, savadlı və yetkin vətəndaş yetişdirməkdir. Elə deyilmi? Məktəb bunu eləmir. Ali məktəblər yetkin mütəxəssislər yetişdirməlidir. Bu da eləmir. Və nəticədə yine de o imkana pula bağlı. Pullu adamlar öz uşaqlarını, hem bu məmurlar filan, nazirlər, öz uşaqlarını orada burada oxudub, diplom alıp gətirib, bütün ölkənin hüquq mühafizə sistemi, ölkənin bütün o səfirlər korpusu, ondan sonra diplomatik korpus, ondan sonra nazir mavinləri, nazirliklərin işçiləri, hamısı bunların uşaqlarıdır zaten. Bu cemaat niye əziyyət çəkib bu kadar? Bu ki, 2-3 institut okuyup tutarıp gelip bakırda ya sədərəkdə sinka soska satacaq ya da yolda taksivatlıq eləyəcək. O zaman bu adamları niye mecbur edirsiniz ki o 100 minlərlə pullarını bu ortalıqda xəşləsinlər? Nə əlaqəsi var? Ben o neçənci ildə bir yazı yazdım. Kişi bu kadar sənin Avropanın, dünyanın en gelişmiş üniversitelerini çok uğurla bitirmiş uşaqlar gəldilər da nədə o sədərəkdə binada onlar sinka soska sata qocaldılar. Əvəzində onlar o dönem yerləşdirilməliydi. İkinci eşelon bütün o normal vəzifələrdə və bugün bizim minlərlə dünyanı bilən, dünyanın siyasetinden baş çıxardan, dünyanın getgəlindən anlayışı olan ölkəni bilən, hərəsi öz iqtisadiyyatı bilən, ondan sonra nə bilim kənd təsərrüfatını bilən, nə bilim bu sənayeni bilən, onlarla yüzlərlə parlaq dövlət xadimlərimiz yetişərdi. İndi nəyimiz var? Heç nəyimiz yoxdur. Ortada olanlar da bunların nədir, bu məmurların, nazirlərin çocukları da onlardan sizə nazir olmaz, polis rəisi olmaz, prokuror olmaz, hakim olmaz. Onlar ayrı şeydir. Onların tamam. Ona görə də bu ölkədə bəzən bu hakimlər elə bilirlər ki, bunların işi sifariş yerinə yetirməkdir. İnanmırsınız mənə. Dünən orada danışmışım. Maraqlananlar baxsınlar. O vaxtda bizim bir məhkəmə işimiz var idi. Təsəvvür edin. Gəlirsən məhkəməyə gəlmişəm. Hakim məndən soruşur ki, sən qəzetin məhkəmə işi bu Azad Rəhimov vermişdim məhkəməyə. Nədir o? İdman naziri. İndi Allah özü bilər. Nə düşür ona bilmirəm. İndi ölüb dünyasını dəyişib. Hakim məndən soruşur ki, sənin qəzetin mətbuat və informasiya nazirliyində qeydiyyatdan keçib. Bu hakim deyil adam. Dedim, başa düşmədim. Səni kim hakim qoyub bura? Harada oxuyubsun sən? Nə demək? Dedim, ki, o zaman 12 il. Dedim, 12 ildə Azərbaycanda mətbuat və informasiya nazirliyi ləğv olunub. Yoxdur, sən nədən danışırsan? Ya adam oturub belə ki, sanki heç nə baş verməyib. Bunlar çünkü ömrü boyu kitab ucunu açmayıblar. Bunlar ömrü boyu ders okumayıblar. Bunlar akademiyada da okuyanda, üniversitede de okuyanda, orta məktəbdə de okuyanda, papasının gül balası da heç kim bunların xətrinə dəyməyib, nə ürəyi istəyib eləyib, müəllimə pul lazımdır gətirib verib, orada professora pul lazımdır verib, imtihanda olub, dövlət nədir, diplom işini də yazdırıb, gedib orada da pul verib, müdafiə elətdirib, diplomu da alıp gəlib. İndi bu polis rəisidir, bu prokurordur, bu hakimdir. Vallah bunlar bilmirlər. Bunlar elə bilirlər ki, bunların işi yuxarıdan gələn tapşırığı yerinə yetirməkdir. Yoxsa azca bunların içərisində vicdan və o azca təhsil, hakim savadı, hakim təhsil olsa, o qələt eləmək olmaz ki. Adamı küçədən uğurla gətir, üzünə 2 dənə adam qoy, oradan da ged ona. Onlar elə bilirlər ki, hakimin işi yuxarıdan gələn zəngin tapşırığı yerinə yetirməkdir.
Vallahi elədi. Tək ora da elə, hamısı elədi. Polis rəisi də elədi, prokuror da elədi, hakim də elədi, məktəb direktoru da elədi. İndi yeni il qabağıdır. Məktəblərdə bilirsiniz nə baş verir? 70 manatdan, 50 manatdan, ne bileyim, adamlar, uşaqlar. Ha, bak. Və birdən-birə nə olur? Yeni tədbirlərini keçmək üçün, səviyyəli keçmək üçün iclas çağırılır. Valideynlərlə bir yerdə. Məktəbin pedaqojik kollektivi valideynlər. Və iclasdan 2 gün sonra valideyn özünü 7-ci mərtəbədən atır. Mən bilmirəm, onunla bir əlaqəsi var mı, amma hər halda bu hüquq mühafizə orqanları bunu bir araşdırsınlar. İclasdan 2 gün sonra orada da yəni mənə gələn məlumat budur. O valideyni çox belə yəni aşağılayıblar biraz, nəsə deyiblər. Mən bilmirəm, o biraz hüquqi məsələdir, amma buna da ciddi hüquqi yanaşma olmalıdır. Allah eləsin ki, yanlış olsun. Əcəl zaten Allah'tan gəlir, o ayrı şeydir. Amma deyirəm, bax, mən dedim axı, gözləməyin, qan tökülənə kimi gözləməyin, qan tökülməmiş proseslərin qarşısını alın. İndi nə qədər olacaq bu şeylər? Siz təsəvvür edirsiniz, bütün bax bu Bakının binalarında bu son günlərdə nə qədər ağlayan, hər gün ağlayan göz yaşından övladlar, məktəbli uşaqlar və nə qədər analar var, bilirsiniz? Niyə? Pul yoxdur. Pul yoxdur, məsələn üçün. Vermək də vacibdir. Borc alacaq adam da yoxdur, kredit də almağa imkan yoxdur, heç nə yoxdur. Amma adam da başa düşür pul verməlidir. O zaman intihar da olur. Və hələ birinlə qutarsa yaxşıdır, bir neçəsi də olur. İlham Əliyev. İndi sənin ad günü keçmək problem deyil. Amma sənin and içib qorumasını, vətəndaş kimi ləyaqətini, şərəfini, hər şeyini, təhlükəsizliyini, bir insan kimi onun hər şeyini qorumağa söz verdiyin valideynlər deyirəm desə, uşaqlar ağlaşır, analar ağlayır, atalar da ya intihara gedir, ya da nə bilim, nə olur. Əsəbləşir, evdə dava, qırğı, sonra da İlham Əliyev, necə bilirsən? Deyirəm, ad günü yaxşıdır ki, gözəl, o ağsaqqala da Allah uzun ömür versin. Öyle ağsaqqallar qaldıqsa sən hələ çox prezident olacaq. Çox və cümət alın. Adam deyir ki, sizi atanız təyin elədi, siz də onu təyin eləyin. Sən də oturub baxıb gülürsən. Nə deyim? Bunu mən elə belə də efirdən oturub baxıram. Axı prezident şeylərə biraz ciddi yanaşmalıdır. Sizə yaraşan nə idi? Durasız, dəyəz ağsaqqal, çox sağ ol. Dəyərli sözlərinə görə minə. Amma bizdə prezident seçkinəndir. Mənim oğlum olsun, nə olsun ki mənim oğlum? Əgər böyüyüb o yaşa gəlib, vaxtı gələndə bu millətin etimadını qazanıb, o mandatı ala biləcəksə yol açıq olsun. Bizdə prezident seçkinəndir, ağsaqqal. Mən də təyin olunmamışam. Mənim də xalq seçib deyibsən dəfələrlə. Durdu da. Nədir bu? Ayıb deyil mi bu qədər? Yəni o vətəndaşın ağlı o qədər, savadı o qədər çatmaya bilər. Sən prezidentsən axı. Və bu cəmiyyət üçün toplumun gözünün qabağında bu qədər rəzalətə göz yummağın, yəni üstündən keçməyin anlamı nədir? Sən indi o qədər polis rəislərindən dedim, o prokurorlar kimi, sən savadsız adam deyilsən, dünyanın harasından belə gəlirsən, BMT-nin iclaslarında İngilizcə danışırsan, bəlkə vətəndaş İngilizcə danışsaydı, sən reaksiya verərdin. Çünki mən bir dəfə demişəm, siz burada özünüz də, məmurlarınız da bu millətdən heç kim utanmır. Bu millətdən heç kim utanmır.
Avropalılardan tanırsınız, bəli. Hə? Mən demişəm, o körpülərin üstü yazılmışdı, böyle iki hərflərin adam boy. Cənab Prezidentin sərəncamından nə bilim filan. Avropa oyunlarının ərəfəsində hamısı yıxışırıldı. Hamısı. Niyə? Avropalılar gəlib görməsin, ayıbdır. Yaxşı, onları eləyəndə siz bunu, yaxşı, bu dövlətin bu işi görən adamlar, siz axı dünyanın bütün ölkələrini gəzmiş, görmüş adamsınız. Afrikadan belə, Avropadan belə, Çindən, Yaponiyadan belə, elə. Harada görübsünüz bir körpünün üstə yazılar ki, bu filan prezidentin sərəncamından filanın cildə inşa olunub belə. Ona görə onu görmüyorsunuz. Onlar gəlir, ayıbdır, bizdən ayıb deyil. Ama burada da onu anlayan adamlar var yani. Onu istedim biləsin. Bugünkü çıxışdan, o kişinin çıxışından sonra mən zaten bilirəm, bu Bolşevizm belədir. Buna yaltaqlıq olmasa bu ne o kişi rahat yata biləcək, ne de siz rahat olmursunuz. Ama indi biraz ne bileyim 21. əsrdir, biraz internet əsridir. Görürsün bak, sıraz yayılırlar, bütün dünya yayıldı ve bir avro olduk. Şimdi Sovyet vaxtı o kadar da bilinmirdi, ne bileyim. Kimin imkanı vardı ki Stalin'in üzerinde dura Stalin hele. Stalin'in zaten yanındakiler, indi sizin yanındakiler da değiller. Da o zaman yani televizya çəkməsə, ondan sonra ne bileyim, bu jurnalistler təsadüfünü eşitməsə, heç kim eşini bilmirdi. Ama indi elə deyil axı. Gördüğünüz şəhidlər yaydılar, bütün dünyada bizi biabır elədilər. Lazım idi o. Ama orada durup, çok hürmetle aksaqqal deyirsən, sağ ol. Ama bizde prezident seçkinəndir. Benim oğlum Allah qoysa böyüsün. Əgər layiq olacaqsa, xalq etimat göstərəcəksə, yol açıq olsun. Bunu demək bilirsiniz nə deməkdir? Heç değilsə, o da düşündə, şapalaqla üz qızardığında. Bu nədir bu? Niyə eləyirsiniz ki? Dedim ya, bak, her şey məktəbdən, təhsildən başlayır. Bu məktəblər, bak hemen o ağsaqqalında, o da hansısa məktəbi qutarıb da Azərbaycanda, bildin mi? Ve onun nəvələri, onun uşaqları olardı, bak böyle savad, təhsil, yani savad, təhsil insanın içindeki nurdu ziyadır. İçi qaranlıq adamlar, bak böyle şeylere hiç adam utanmır. Bunun evi var, ailesi var, nəvələri və filan var. Hələ evə gələndə qürrələnəcək ki, gördünüz prezidentlə nətər danışdım. Rəzalətdir, yabırçılıqdır. Bu sizin üçün də, mənim üçün də, millət üçün də, dövlət, hər yandan baxsam yabırçılıqdır. Bunun bir normal yanı yoxdur. Ona görə biraz, nə bilim valla, mən hesab elədim ki, bunu deməliyəm. Bəylər Əybov məsələsi, dedim ya, o Laçın Kürt Respublikası məsələsi, Kürtlərin ensiklopediyası məsələsi, Bəylər Əybovun deməsi ki, möcüzədir, bu illəri biz nəhayət bütün torpaqlarımızı azad elədik. Belə şeylərə dövlətin indi, təbii prezidentin bu işdə deyil, amma bütün hallarda ölkədə yürüdülən iç və dış siyasətin memarı da, cavabdeyi də, məsuliyyət daşıyan da prezidentdir. Ona görə mən sənə deyirəm, üzü tuturam, yoxsa belə mən də bilirəm, indi orada elə şeylər var ki, məsuliyyət sizin üzərinizədir. Bəylər Əybov heç yerdə əlini Qurana basıb and içməyib ki, mən sizin prezidentiniz olacaq. Gerçəkdən. Ramiz Mehdiyev də əlini Qurana basmayıb hələ ki. Yoxdur. Əli Kərimdə də yoxdur. Amma səndə var. Sən əlini qoyub and içdin, söz dedin. Mən hər zaman demişəm, mən doğrudan mən doğrudan cidden istəyirəm, içimdən keçir ki, Azərbaycan prezidenti hər dediği sözün arkasında əməl dayansın. Siz fikir verin, bütün danışıqlarınız, bütün direktivləriniz, hamısı icraatda tərsinə gedir. Yaxşı, rayonlara icra başçısı göndərirsiniz, caban uşaqlardır, yanladım da. Mən deyirəm, bunlar tapınaq çocuklardır, bunlar paralel hökumətin təmsilçilərdir. Yaxşı, rayona göndərdiyin adam bu rayonu tanımalıdır axı. Bu
kent təsərrüfatı rayonları var. Neftçalıya giden adam Neftçala biraz balıqçılıqla filanla. İndi hər rayonun öz spesifik adları var. Adam gerek dənizi Xəzərin o altında üstündə dədə balıq nədir, nə balığıdır, o nədir, harda nə bilim nə vaxt köyü qoyur, nə vaxt o çoxalır, nə vaxt bunu ovlamaq olar, nə vaxt olmaz. İndi tutaq ki, Akstafanın, Qazağın, Gədəbəyin, Tovuzun hərəsinin öz spesifik zatları var. Və ən əsası da oraya rəhbər gedən adam o rayonların dağını, dərəsini, çölünü, meşəsini, dənizini addım bilməlidir. Bilmirsə necə olacaq? Orada qurtlar var, kitlər var, o yaltaqlanan ağsaqqallardan o qədərdir. Onu yaltaqlanın başını pişirib bu rayon talayı, onun üçün talançılıq hər yerdə başalıb gedir. Nə bilim valla, mən indi demək istədiyim bu. Heç kim də elə bilməsin ki, bu belə də davam edəcək. Bu səssiz belə bu bataqlıq kimi bax belə kar bir səssizlik var ha. Bu çox pis əlamətdir. Ölkədə ciddi hərəkətlənməlidir. Siyasi, iqtisadi, ondan sonra sosial həyatda hər gün nəsə yeni bir şey olmalıdır. Həm də işin xeyrinə, millətin, dövlətin gələcəyinə hesaplanan. Heç nə yoxdur. Hər şey durub. Brejnevin durğunluq dövrü bunun yanında toy edəsin. Durğunluq ya ülkə zamanıdır. Brejnevin durğunluq adından Sovet İttifaqı çıxa bilmədi. Çöktü. Ya bu da çökəcək. Vallahi bir çökəcək. Siz hesab edirsiniz ki, böyle bu ömür boyu belə də gidəməz. Belə getməz. Belə getməz. Sabah bir gün qabaqdan ağır qış gəlir da. Elə. Yer gəlmişkən bir şey də adı oldu. Metronun qiymətini məsəl üçün 1 manat eləmək istəyirlər. Kulağıma çaldardısa gördüm, hətta paylaşmışam deyəsən. Ülqar Məmmədov danışırdı. Yəni hesab edirlər ki, suyun qiymətini qaldırmaqla, qazın qiymətini qaldırmaqla, ondan sonra nə bilim metronun qiymətini, avtobusun qiymətini qaldırmaqla vəziyyət düzələcək. Düzəlməz, düzəlməz. Çünki o indiki vəziyyət nədir ki, elə bil ki, eyni deməli qabı bu stolun üstünə götürüb o bir stol üstünə qoysan, heç nə dəyişmir. Vəziyyət nədir, o da qalacaq. 1 manat eləyəndə, çünki ölkədə siyasət, iqtisadi siyasət yoxdur. Sosial ad qoyubsuz adını sosial dövlət, nə bilim, nə sosiallıqdır bu? 220 manat adama pensiya və müavinət verirsin. Nə sosiallıqdır bu axı? Ona görə mən şeylərə biraz çox istəyirəm. Doğrudan mən istəyirəm sənin sözün də, özün də qüdrətli olasan. Valla sən prezidentsin. Mənim orada dərdim yox deyil. İlham Əliyev geçsin yerinə, mənim əmim gəlsin, daim gəlsin. Yaman durub. Mənim dərdim odur ki, bu ölkədə İlham Əliyev də olsa, Əliv Əliyev də olsa, nə bilim Quliyev də olsa, nə bilim kim oğlu kim də olsa, bu prezident olsun gerçəkdən. Və mənim prezidentimin səsi hər yerdə ucadan gəlsin. Mən istəyirəm bizim generalların bax belə döşlərində keçək, kazanılmış medallardan yer olmasın. Amma medalı kazansınlar. Ad günüdür deyə buna general ver, ad günüdür buna medal ver. Medyanın 150 illiği adını koyup 2000-3000 adama medal paylamağın ne? Bu ülkede 2000-3000 jurnalist var. 2000-3000 jurnalist olan ülke Mars'ta yaşayan. Ne danışırsınız? Dedim daha herkes kim sevgilisini, kimi dostunu, kimi sürüsünü kızını, kimi ne bileyim kardeş oğlunu, kimi geznesini, kürəkənini, ne bileyim kim. Her bir yandan getirir ona medal. Ne o medalı? Bu adamlar dar ayaktan medal mı yiyecekler? Ümumiyyətcə nə jurnalistikası? Bu ülkədə jurnalistika adına nə var? Mənə göstərin görüm. Nə bilim. Bütün hallarda ölkə, bir daha deyirəm, doğru yolla yürümür. Bu ülkədə siyaset adına heç bir adım yoxdur. Gerçək siyasetten danışıram.
Siyaset dediğin nedir? Dünyada giden prosesleri, ülkenin içindeki vaziyeti analiz edip doğru neticeler çıkartıp o ülkenin siyasetini həmişə ayakta tutmak. Ayakta tutmak, o öyle böyle siyaset nedir? Benim adım nazirdir, benim adım deputatdır. O deputatlar neyle məşğuldurlar orada? Kıymetler kalkır, deputat çıkır danışır ki, kıymet kalmağın da cemaata ziyanı yok. Adam 220 manat alır, 50 qəpik olanda metro 220 manat alır. Elə 1 manat olanda 220 manat alır. İndi hesablayın görün bunun bu adama ziyanı var yoktur. Adam bu tam adam çıkır deyir ki kıymet kalkımının deputat değil bu. Senin o sosyal siyaset komisyasının sədri var orada. O vapşe böyle özün bırakıp ey adamı əməlli başlayır. Ve bu parlamentin işi nedir vapşe? Niye bu bir tane deputat durup demiş ki bu ülkede ne baş verir? Niye? Çünkü onlar o şartla gəliblər oraya. Ona göre ben hesap elədim ki yine de bir şeyler deyim. Ona göre çok vaxt, son vaxtlar tez çıkmıram. Çıkıp günde bir şeyler demeyin ne mənası var. Sözü o yerde değiller ki söz eşitilir. Ha sözü demeyi şu alava problem de yaradırsa ne ihtiyaç var ki? Böyle problem de yaransın ne problem yaranacak mı? Hiç kime bak söymürəm, hiç kimi təhqir eləmirəm. Hiç kime ağır söz demirəm. Hiç kime mesela ne bileyim böyle bu dediklerim de yarat hiç İlham Əliyev dediklerim yarat değil ha. Sadece ben öz istəklərimi deyirəm. Ben belə görürəm, ben doğru gördüğüm budur. Ben nəyimə lazım, ben İlham Əliyevə irad tutum, ben İlham Əliyevə yol göstərim. Sadece deyirəm ki, mən belə bilirəm də, doğru belə olsa doğru olar. Yox edir, İlham Əliyev verirsə belə doğrudur. Ölkə durğunluq adında belə, dad kimi, o, balota kimi sakit olmalıdır hər şey. Ha? Bir gün qurbağalar quruldayacaq. O zaman balotadan hürküb uçan quşların, ondan sonra hürküb kaçan insanların ayağının altında neler kalacak, o şırıltıdan, parıltıdan kulak tutulacak. Ha. Allah o günü göstermesin. Hamı deyir ki, Azərbaycanı Suriye eləmək olmaz. Ben de istemiyorum. Ama siz zorla bu iş oraya gedir. Doğrudan hesab eləsiniz ki, elə belə hamı da kulağını yapırdıq, beləcə oturacaq. Hələ də insanların hardansa doğruq düzüb koşabilirler. Ya necə 220 manat alan adam bu ölkədə hələ yaşayabilirsə, bu möcüzədir. O insanların hamısına milli qəhrəman medal olaraq düşüb. 220 manat alan bu ölkədə adamlar hələ yaşayabilirlərsə, bu şərtlərdə, bu qiymətlərdə hamısına milli qəhrəman düşür. Hamısına. İndi adını suverenlik koyub, adını nə koyub, filan. Bu ülkəni talayıb və kimlərəsə talattırıb, sonra o talayanları tutub, onların əlindəkini talamaq, deyirəm də, bu qədər insanlar tutulub, o başçıların efirlərdə göstərilib, nə pul, qızıl, milyard, milyon, nə bilim, filan. Hansı bir manatı haraya göndəribsiz? Hansı bir manat büdcəyə göndərilib, büdcəyə mədaxil olub? Bu qədər bunların malı mülkü müsadir olunub. Kim yaşayır o mülklərdə, kimə verilib o obyektlər, kim istədir onları? Və tək bir nəfər göstərin ki, halal haqqı olan deyək ki, doğrusunla, yanlışınla qazandığı obyekt əlindən alıblar, onu qaytarıb verdilər. Bu da adam da desin ki, bax, dövlətimiz sağ olsun. Bax, cənab prezident, onda olacaq. Yoxdur ki. O yoxdursa, o zaman nəyə qürrələnirik biz? Bax, prezidentin bu gün qürrələnəcək nəyi var? Azərbaycan prezidenti olan kişinin, İlham Əliyevin. Bax, qürrələnəcək hansı sahə var ki, barmağını qoysun ki, bax, burada. Yaxşı, səhiyyəni dağıdır, nazir dediniz, tuttunuz. İqtisadiyyatı talayıb dediniz, tuttunuz. Ondan sonra, nə bilim, 30 ildir inkişaf edirik dediniz, nə bilim, təhsildə belə inkişaf, səhiyyədə belə inkişaf, nə bilim, hatta belə uğur. İndi Akasya Ramiz Mehdi bunun hamısının altına su çalıymış. Bəs onda sual yaranır ki, axı, qürrələnəcək nə var? Və niyə biz hələ də inkişafdan, tərəqqidən, intibahdan danışırıq, bax belə, dünya meydan oxuyan görüntüdəyik. Biz qolumuzu çırmayıb, üzr istəyirəm, çox üzr istəyirəm, zibilxanaya çevirdiyimiz bu məmləkəti
Hamı qolunu çırmayıb, əlini daşın altına qoyub, addım-addım bunu təmizləməliyik. Zibillikdən təmizləyib, ya da nə bilim, zamanı gələndə yağları gəlib özləri eləyəcəklər. O zaman bizdən heç kim də soruşmayacaq. Zaten gəlmiş kimi də görsənirlər, ha, onu deyim. Hələlik o şey, bəzi şeylər var, özüm danışmıram. Zamanı gələndə danışacağım. Sadəcə öz-özümə umarım və dilərim ki, mən yanlış eləyirəm. Yanlış düşünürəm. Amma elə şeylər var, prosta hələ ki demək istəmirəm. Amma deyəcəm. Görürəm mən, gözüm görür ki, biz sürətlə, bizim qatar sürətlə relsin qutaran yerinə doğru gedir. Rels qutarandan sonra qatar daha gedəməz. Orada yaşanacaq o vahiməni, o vəhaməti gözünü qabağına gətirin. İndi 10 milyon deyirlər, 10 milyon yox, 8 milyon, 5 milyon olsun. Bu ölkədə indi olmasa bir 4-5 milyon əhali var. 5 milyonluq sərnişin olan qatar sürətlə, ton sürətinlə, ən üstün sürətlə relsin qutaracaq yerinə doğru gedirsə, orada yaşanacaq o can bazarını Allah göstərməsin. Bunu mən demək zorundayım. Amma elə şeylər də var ki, onu demək, nə bilim. Və Allaha yalvarıram ki, bircə dəfə də olsa mən o düşündüklərim doğru çıxmaz. Çox təhlükəli şeylər var. Belə. Allah amanda qalın, gecəniz xeyrə qalsın. Bir daha deyirəm, bu məktəblərə deməkdən yoruldum ben. Emin Əmrullayev artıq topladığı təcrübə yetərlidir. Necə ki, kənd təsərrüfatından İman Kərimovu da gətirdiniz. Nədir? Məhkəmə sisteminə. Sahil Babayevi bu sosial siyasətdən ölkənin baş xəzinədarı elədiniz. Təcrübə var axı. Necə talamaq, necə qarmalamaq. Eləcə də daha yaxşı bu Emir Əmrullayev artıq necə təhsili, necə məhv eləməyin üzərində çox böyük təcrübəsi var. Onu daha önəmli bir yerə gətirin. Məhv eləmək, ölkənin məhv, hələ can üstü olan tezliklə məhv eləsin və bizim də canımız qutarsın, bəlkə sizin də canınız qutarar. Öyle yəni. Allah amanda qalın, gecəniz xeyri qalsın. Bir sağlıq, bir tazadlıq olsa görüşərik.